Lənkəran rayonu Liman şəhəri Dadaşov Eynullah İbadullaoğlu tərəfindən şikayət dərəcəsi verilib Lənkəran rayon məhkəməsinə. Ondan ötəri ki, Azərinşaatla bağladığımız müqavilənin şərtlərinə əməl etmədiklərinə görə onları Lənkəran rayon məhkəməsi haqlı olaraq 60.000 manatlıq cərimələdi. Bu 2017-ci ildə öz təsdiqini tapdı. Azərinşaat isə apellyasiya şikayəti verdi. Şirvan Apellyasiya Məhkəməsi də Lənkəran məhkəməsinin qərarını qüvvədə saxladı. Sağ olsunlar, ədalətli qərarı onlar təsdiqlədilər. Onlar bu ilə də ürəkləri soymadı, belə desək yaxşı olar. Ali məhkəməyə şikayət etdilər. Ali məhkəmə də haqlı qərarı təsdiqlədi və həmin qərar 2018-ci ilin iyun ayında öz təsdiqini tapdı. Günü bugünə qədər qəbul olunmuş bu qərarlar öz həllini tapmayır. Binəqədi rayon proporsional şöbəsinin işçisi Asəm adlı bir şəxs günü bugünə qədər dəfələrlə onun qəbulunda da olsam, yazılan ərizələrə o qədər də əhəmiyyət vermədən, hələ bayağı sözlərlə məni yola salıb. Axırda mən əsəbləşib müdürünün yanına girdim ki, Asəm bu işi ədalətli həll etmir, mənim zənglərimə cavab vermir. Günü bugün də zəng elədik, yenə də cavab vermədi. Dəfələrlə nə qədər zəng edirik, cavab vermir. Yanına gedəndə də deyir ki, bir yenilik yoxdur, nə deyim sənə. Azərinşaatı da vaxtı ikən həbs qoyulub əmlakına. Həbs qoyulanda da mən həmin bu Asəmin yanında oldum. O mənə dedi ki, bəli, onların texnikası var, avadanlıqları var, binası var və onları satacaqlar. Onları inşallah, yəni satsadan sonra sizlərin, sən tək deyilsən, səndən başqa da insanlar var. Sizin pullarınızı verəcək. Üstündən illər keçsə də, Asəm müəllim o günlərdə, bir il bundan öncə mənə bir məktub göndərdi ki, onun binasının qiyməti, nə bilim, 25 milyon, nə qədər manatdır. O binanı haçan satar, onun pulu sənə verərik. Təsəvvür edin. Gör bu adam necə, belə deyək də, doluyub, ələ salır. Ondan sonra da ona məktub yazdım ki, bu necə ola bilər? Bunun texnikası var idi, avadanlıqları var idi, avtomobilləri var idi, bunun traktorları var idi, bunun yük daşıyan maşınları var idi. Bunlar hanı var? Əgər satılıbsa, bunun pulları hara gedib? Mənim müraciətim cavabsız qalıb. Ona görə də hörmətli prezidentimiz zat-ı aliləri İlham Əliyev cənablarından və vitse-prezidentimiz olan Mehriban xanımdan xahiş edirəm, Ali Məhkəmənin sədri İman müəllimdən də xahiş edirəm ki, bu işin ədalətli həllində mənə kömək olsunlar və bu iş tezliklə öz haqq, ədalət öz bərpa olunsun və mənə dəymiş ziyanı ödəsinlər. Vallahi 18-ci ildə bu pul nə qədər dəyərli idisə, indi o nə qədər dəyərdən düşüb. Bunu mən belə deyərdim, bu ailələr ki var məndə, 4 ailədir. Bu ailələrin əksəriyyətinin valideynləri dünyasını dəyişib. Yəni bu uşaqlardır, belə də, çox vəziyyətləri acınacaqlı vəziyyətdədir. Xahiş edərdim ki, bu iş ədalətli olaraq tezliklə bu cəriməni versinlər inşallah.